Taylandda Muay Thai döyüşdüm. Necə təcrübə idi? Təəssüratlarımı bölüşəcəm sizdən. Ümumi nə qədər xərcim çıxdı? Deməli, keçən il avqustda Taylanda köçəndən sonra dedim bir gedim döyüşüm. Onsuz da məşq elirdim, amma Muay Thai ilə çox təcrübəm yox idi və ilk məşqlər həqiqətən çox ağır idi. Döyüşdən əvvəl təxminən bir ay gündə 2 dəfə məşq elirdim. Burada görə biləcəyiniz kliplərdəki kimi. Hər gün həm tək, həm qruppa, həm sparrinqlər, yəni çox intensiv məşqlər gedirdi və tam səmimi desəm döyüş günü yaxınlaşdıqca məni daha da həyəcan basırdı. Amma öz üzümü şəhərin hər tərəfində billboardlarda görməkdə qəribə bir hiss idi. Burada təsadüfən motosikletimi sürərkən gördüm ki, bir dənə belə balaca bir maşının da üstündə şəklim var. Döyüşdən əvvəl sizi belə bir avtobusa qoyub gəzdirirlər. Şəhərdə hamı sizi salamlayır, belə maraqlı görsənir. Bu da stadionun girişidir və burada döyüşə çıxıram artıq. Gördüyünüz kimi həyəcanım üzümdən oxunur. İlk raundda həyəcanıma görə, rəqibim də çox təcrübəli olduğuna görə bəzi ağır zərbələr buraxdım, amma sonrakı raundlarda özümü toparlayıb daha yaxşı bir nəticə göstərə bildim. Sonda yenə xalasabı uduzdum. Burnum biraz əyilmişdi və çapıq var idi üzümdə. Və bunlar da başqa zədələr. Ümumi xərc desəz, döyüş zalına ödədiyim pul təxminən $200 idi və qidaya da təxminən $300 falan çıxmışdı həmən ay. Və döyüşün də sonunda onsuz da $300 mükafat verdilər. Ona görə deyərdim ki, bu təcrübəyə çox dəyərli bir şeydir və çox az bir xərcə siz də bunu eləyə bilərsiniz.